Tənliklər sistemindən qəbul imtahanına düşmüş sualları müzakirə edirik. Cavabları burada verilibdir. Siz cavablarını yoxlayın, suallarınızın müzakirəsinə başlayaq. 1-dən 11-ə kimi tənliklər sistemində sualınız varsa deyin. 10. sual. 10-cu sual 10. mənim. 10. Bəli. Bu sual 2009-un sualıdır uşaqlar. Çox yaxşı, maraqlı sualdır. Bax, bunu tərsinə çevirib yazsaq, x, y böl x üstəgəl y 7-dir. Burada x böl x, y üstəgəl y böl x, y 7. X'lər və y'lər gedir. 1 böl x üstəgəl 1 böl y 7 alırıq. Eyni şəkildə bunu tərsinə çevirsəz, yz, y üstəgəl z. 5. Kəsri parçalasaq, y böl yz, z böl yz bərabər 5. Y'lər ixtisar olsa 1 böl y, 1 böl z. 5. Daha sonra üçüncüdə də 1 böl x, 1 böl z 6 alırıq. Bu üçünü tərəf-tərəfə toplayanda hərəsindən 2 dənə olur. X-də 1, y-də 1, z-də 1 vur 2, 18. Ona görə 2-yə bölürük. Doğru cavab 9 alınır. Dördüncü sualda şagirdlər. Buradakı ifadədən 2x, y ortaq çıxartdıq. X çıx y, x üstəgəl 5y. X, y-ə mənfi 1 yazanda alırıq mənfi 2x üstəgəl 2y. X üstəgəl 5y. Buradan alırıq ki, mənfi 3x 3y-dir. Deməli, x mənfi y-ə bərabərdir. Onda x, y dediyi üçün x-in əvəzinə mənfi y yazanda mənfi y vur y mənfi 1-dir. Y kvadrat 1 elədiyi üçün y kvadrata 1 yazdım. X kvadrat da 1 eləyəcək. Ona görə 1 üstəgəl 1 doğru cavab 2 eləyir. Mənim orada da eyni dənələrim. 6-cı sualda x üstəgəl y 3 veribdi deyə sən buradan x kvadrat üstəgəl 2xy üstəgəl xy üstəgəl y kvadrat çıx. Mötərizədə x üstəgəl y bərabər 2 yazır. Bu ifadədə x üstəgəl y-in kvadratı üstəgəl xy çıx. X üstəgəl y 2-dir. X üstəgəl y-ə 3 yazanda 9 üstəgəl xy çıx 3 bərabərdir 2. Xy üstəgəl 6 2-dir deyə xy-in mənfi 4 tapırsın. Cavab C variantı. 10-cu sualda 2 onda 5 y. Burada 3 onda 5x'i əvvələ sola keçirsəm, mənfi 3 onda 5x üstəgəl 2 onda 5y bərabər mənfi 2-dir. Lap bir dənə də mənfiyə vuraq. 2 onda 5y müsbət 2 yazaq. İndi ax üstəgəl by bərabərdir c. Sonsuz sayda həlli üçün a böl 3 onda 5. B böl mənfi 2 onda 5, C böl 2-yə bərabər olmalıdır. Məxrəzdə hamısını 2-yə vursam, A böl 7, B böl mənfi 5, C böl 4 olacaq. Ona görə cavab 7x çıx 5y bərabər 4 şərti ödəyilir. Sonsuz sayda həll olacaq. 15-ə baxaq. 15 ilə 19 eyni sualdır şagirdlər. Ədədlər dəyişikdir. Burada artıq bu 2 dərəcəlidir. X kvadrat, y kvadrat olduğu üçün 2 dərəcəli tənlikdir. Ona görə sən buradan y-i əvəz edirsən, açıq x. İkincidə yazırsan yerinə x kvadrat üstəgəl açıq x kvadrat 3-dür. Kvadrat tənliyi açanda üstəgəl x kvadrat çıx 2ax üstəgəl a kvadrat çıx 3 0. Alırıq 2x kvadrat çıx 2ax üstəgəl a kvadrat çıx 3 0. Kvadrat tənliyi aldığımız üçün yeganə həll olması lazım. Yeganə həll üçün. Kvadrat tənliyin diskriminantı 0 etməlidir. Qaldı buradan diskriminantı tapmaq. D bərabərdir. 4a kvadrat çıx 4 vur 2 vur a kvadrat çıx 3 0.
Buradan kvadrat tənliyi açırıq. Çıx 8a kvadrat üstəcə 24 0. 4a kvadrat 24'dür deyə a kvadrat 6. Buradan da müsbət kök 6 olur cavab. Mənim 16-cı sual. 16'da x bölü y dövrdə 5 yaz. Dövrdə 5 kəsirlə 9'da 5 deməkdir. Düzdür? Deməli mən x-ə 5k, y-ə 9k deyə bilərəm. Yazacağım x-ə 5k, y-ə 9k. Mənfi 3k mənfi 3'dür deyə k müsbət 1'dir. Ona görə fərq eləyəcək mənfi 4. Tənliklər sistemini həll eləyəndə şagirdlər, siz baxın cəbri toplama üsulunu, çıxma üsulunu, tərəf-tərəfə vurmaq, tərəf-tərəfə bölmək və ən çox istifadə olunan müxtəsər vurma düsturlarıdır. Siz hər hansı sual həll eləyəndə ağlınıza müxtəsər vurma düsturları mütləq gəlməlidir. Bax, bunu sən tərəf-tərəfə toplasan, x kub çıx 3x kvadrat y üstəcə 3xy kvadrat çıx y kubu 1 alır. Bu sənə x çıx y-in xaricdən kubu 1'i verir. Kubu 1'dirsə deməli özü neçədir? C1'dir. 30'a kimi sualınız varsa deyin. 21. 21-ci sualda A3A tənliklər sisteminin həllidirsə, deməli birincisi x-dir, ikincisi y-dir. X-ə A yazırsan, y-ə 3A. Burada mənfi 8A 8'dir deyə A-nı mənfi 1 tapırsın. Onda tənlikdə x-ə mənfi 1, y-ə mənfi 3 düşəcək. Bunu birinci tənlikdə yerinə yazırsan, mənfi 4 üstəgəl 3m mənfi 10. Deməli 3m 6'dır, m-də müsbət 2 tapılır. Baxın 25-ci sualda şagirdlər, 25-ci sualda. Siz bunları tərəf-tərəfə vursanız, kök 3 x-in kvadratı çıx kök 3 y-in kvadratı bərabər 3 vur 4 olacaq. Bu da eləyir 3x çıx 3y 12'dir. Deməli x çıx y 4'dür. %25'ten sonraki sualınızı eşidirəm. 24. 24'e baxaq. 24-cü sualda şagirdlər. Burada rəngi dəyişək. Kəsin sürətində baxın. Buradan x üstəgəl y 5 çıx kök x y yazanda. Burada isə x kvadrat üstəcə 2xy üstəcə y kvadrat çıx xy yazanda. Alırıq x üstəgəl y-in kvadratı çıx xy 15'dir. X üstəgəl y-in əvəzinə də 5 çıx kök xy yazdıq. Kvadrata yüksəldəndə 25 çıx 10 kök xy üstəgəl xy çıx xy 15'dir. Xy-lər islah olunur. 10 kök xy 10'dur deyə xy-ə 1 düşür. Bax, düz xətlərin kəsişmə nöqtəsi, düz xətlə çevrənin kəsişmə nöqtəsi, funksiyaların kəsişmə nöqtəsi. Bunlar hamısı tənliklər sistemi kimi həll olunur. Sən sadəcə burada bir-birinə bərabərləşdirib mənfi 8x, mənfi 8, x-i 1 tapırsın. X-ə 1 yazırsan 5 çıx 4, y də 1 eləyir. Doğru cavab D. Sualınız şagirddir.
Neçənci sual? 27-ci. Tənliklər sistemidir. Doğru cavab sizə 8 bal verir. Yanlış sual sizdən 2 bal alır. Doğru və yanlış cəmisi 22 suala cavab verir. Doğru və yanlışın şagirdlər apardığı ballar necədir? Hər doğruya görə 8 bal alıb, hər yanlışa görə 2 bal itirib. Ümumi 104 bal yığıb. Yuxarıkini 8-ə vursam, 8 doğru üstəcə 8 yanlış 174. Tərəf-tərəfə toplasam 6 yanlış 60 edir. Mən burada nə isə səhv elədim. 2-yə vuranda 108-ə vurub tərəf-tərəfə çıxmalıydım, səhv elədim. Tənliklər sistemini yekun həllində mən burada yuxarıkini 2-yə vursaydım, doğru və yanlış 22. Şagirdlər, yanlışa görə 10 bal çıxıb. Görürsünüz, mən 2 bal çıxmışam. Ona görə burada çıx 10 yazmalıydım. Ona görə mən bunu 10-a vuranda 10 doğru üstəgəl 10 yanlış 220 edir. Tərəf-tərəfə toplayanda 18 doğru 324-dür. Deməli, doğruların sayı 18 dənədir. Mənim ağlım getdi. İndiki hesablamaya əvvəllər 8 bal verib 2 bal çıxırdı. Amma indi yazıb ki 10 bal çıxır. Ona görə çıxılsın 10 yanlış yazmalıyam. 104 bal toplamalıyım. 28-ci sualda şagirdlər, bu kökaltı ifadə 4x çıx 1-in kvadratıdır. Ona görə kökdən modulda çıxır. 4y üstəgəl 3, modulda 4x çıx 1-dir. Buradan y-in əvəzinə 3 çıx x yazsaq, 4 vur 3 çıx x üstəgəl 3, modulda 4x çıx 1-dir. Deməli, alacağıq ki, modulda 4x çıx 1 bərabərdir 15 çıx 4x-ə. Buradan da bir dəfə özü kimi açanda 15 çıx 4x, 8x 16-dır deyə x-i 2 tapırıq. X-ə 2 yazanda y-i də 1 tapacaqsınız. Cavab olur 2 çıx 2, 0. 41-ci sualı həll eləmək üçün şagirdlər. Burada sürətdə 3 var, burada 9 var. Ona görə mən bunu mənfi 3-ə vursam, burada olacaq mənfi 9, burada üstəgəl 12 olur. Və bunları tərəf-tərəfə toplayanda bunlar islah gedəcək. Alınacaq 4, 12 üstəgəl 10, 22 böl x üstəgəl y, 3 üstəgəl 8. Deməli, x üstəgəl y-i tapırıq 22 böl 2, 11, 2. X üstəgəl y-i 2 yazanda 9 böl x çıx y üstəgəl 5, 8-dir deyə buradan 9 böl x çıx y 3-dür. X çıx y də 3 tapır. Kvadratlar fərqi dediyi üçün 2 vur 3, cavab 6 alır. Qırx dördüncü sual şagirdlər. Bayaq yazdığım 24-cü sualın eynisidir. Sizə zəhmət. 43 dedim mən. Bilirəm qızım, 43 izah eləyəcəm. 44-ü özünüz yerinizdə yazarsınız. Baxın, görün, həll eləyə bilirsinizmi? Yaza bilməsəz, deyin, yerindən izah edin. 43 izah eləyirəm mən. 44 24-dən eyni idi. Bu tənliklər sistemi tərəf-tərəfə toplasam, 4x-i 4a tapacam, x olacaq a. X-ə a yazanda 3y bərabər olacaq a-ya, y də olur a böl 3. Bax, x, y. Yazırsan burada yerinə. X-in əvəzinə a, y-in əvəzinə 6 vur a böl 3. Buradan 3 a 9-dur deyə a-nı 3 tapır. Ben alt yapmadım. Niyə? Çünki 49-cu sualda sadəcə mötərizəni açanda buradan mənfi 4y, mənfi 8, y-i müsbət 2 tapırsın. İkincidə y-i 2 yazırsan, məsələ həll olur. 51-ci sual. Bundan qabaq indicə izah elədiyim 51-ci sual. 28-ci sualın eynisidir, Cavid. Kökaltı ifadə, buradan bax, y. 1 üstəgəl x yazırsın. Bunun əvəzinə. Yazırsan 7 çıx 2 vur 1 üstəgəl x. Bu kökaltı ifadə 2x üstəgəl 1-in kvadratıdır. Kvadrat və kök modulda çıxır.
Buradan alırsan ki modulda 2x üstəgəl 1 bərabərdir 5 çıx 2x-ə. Modul tənliyin həlli üçün də bir dəfə özünə bərabər eləyirsən. 2x üstəgəl 1-ə 5 çıx 2x 4x 4'tür deyə x-i 1 tapırsan. Bir dəfə də əksinə bərabər eləyirsən. 2x üstəgəl 1 2x çıx 5 burada boş çoxluqdur. Ona görə x 1'dir. X-ə 1 yazanda y-də 2 olacaq. Hasilin istədiyi üçün 1 vur 2 cavab 2'dir. Oldu. 55-ci sualda bunları tərəf-tərəfə vursaq, olacaq x, y, z vurulsun. Baxın, kök x kök x-ə vurulur. Kök y kök y-ə vurulur. Kök z də kök z-ə vurulur. Yəni olur x, y, z. Bu 4 vur 9 vur 16'dır. Ona görə də x, y, z-in kvadratı 2 vur 3 vur 4'ün kvadratıdır. Buradan alırıq ki x, y, z 24'dür. Mənfi də ola bilər, amma kök altında olduğu üçün mənfiləri götürmürük. Oldu. 65-ci sualda tərəf-tərəfə toplasaq, x kvadrat y kub 16 2 dənəsi. Onda x kvadrat y kubu 8 tapırıq. Bunu 8 tapanda x kub y kvadratı 4 tapacaq. Bunları tərəf-tərəfə vursaq, x üstü 5 vurulsun y üstü 5 32 eləyir. O da 2 üstü 5 elədiyi üçün x y-ə düşür 2. Birinci sual bayaqki 28-ci sualın bir balaca dəyişmiş formasıdır. 4x çıx 1'in kvadratıdır. Buradan y-in əvəzinə 4 vur 3 çıx x yazıb, üstəgəl 3'ün kvadratı. Çıxılsın 4x çıx 1'in kvadratı 0 yazırsan, oradan alacaqsan deməli 15 çıx 4x kvadratı çıxılsın 4x çıx 1'in kvadratı 0. Kvadratlar fərqi 0'dırsa toplayanda eləyir 14, çıxanda isə eləyir 16 çıx 8x 0'a bərabər. X-i tapırsan ki 2'dir. Yetmiş üçüncü sualda deyir ki x üstəgəl 6y 13'dür. Yazaq bura. Sonra deyir ki x y çıx x çıx y üstəgəl 1 0'dır. Bu tənliklər sisteminin həlli üçün məsələn əvəz etmə üsulu var. Sən x-in əvəzinə 13 çıx 6y yazıb, ikincidə yazıb yerinə tənlik eləyə bilərsən. Amma daha yaxşı yolumuz vuruqları ayırmaqdır. Bax, birincidə y-i ortaq çıxardıram x çıx 1, çıxılsın mötərizədə y çıx 1. Mən səhv elədim, üzr istəyirəm. X-i ortaq çıxardasaydım, fikrim qarışdı. Buradan x-i ortaq çıxartdım, y çıx 1. Burada da mötərizədə y çıx 1 0. Hər birində y çıx 1 ortaqdır deyə x çıx 1 0. Y-i 1 tapdıq, x-i 1 tapdıq. Y-ə 1 yazanda bura x üstəgəl 6 bərabərdir 13, x-i tapırıq 7. X-ə 1 yazanda 1 üstəgəl 6y 13'dür deyə 6y 12, y 2'dir. Deməli sistemin həlli olur 7 1, bir də 1 2. Bizdən 7 vur 1 üstəgəl 1 vur 2'ni istəyir. Cavab 9 eləyəcək. Doxsan birinci sualda 10x kvadrat üstəgəl x y çıx 3y kvadratı 19 verir. Mən bunu vuruqlarına ayırmaq istəyirəm. Bunun üçün 10x kvadratı üstəgəl 10x kvadratın 9x kvadrat üstəgəl x y üstəgəl x kvadrat çıx 3y kvadrat yazsam. Buradan vuruqları ayıra biləcəm. Gəlin baxaq görək bunu necə rahat vuruqlarına ayıra bilər. 10x kvadratı 5x ilə 2x'dir. 3y kvadrat 3y ilə y'. Mən bunu vurduqda deməli bura 2x isə 3y. Burada 6xy, burada 5xy alınır. Bu mənfi olsa
Bizim cavabımız alınır. Onda yazacağım 5x üstə gəl 3y, 2x çıx 3y. 3y yox, 2x çıx y. Səhv elədim. 5x çıx y. Üzrü sayın. Silək bunu düzəldək. Deməli, 5x çıx y, 2x üstə gəl. Səhv dedim. 5x-i 3y-dən yazmalıyam şagirdlər. Birinci düz yazmışdım. Bax, incə düz yazmışdım. Təzədən sildim bir də. 5x üstə gəl 3y, x çıx 2y. Bu şəkildə yazanda biz doğru cavaba getmiş oluruq. Burada 2x-dir. Bərabər də 19. Hasilin 19 eləməsi üçün 5x üstə gəl 3y-ə 19 deyirəm. 2x çıx y-ə 1 deyirəm. Bu tənliklər sistemindən məndən istəyi nə idi? X, y natural ədədlər. Hə. Bunu da 3-ə vuranda bu eləyəcək 6x çıx 3y 3-dür. Toplasam əgər 11x 22 alacam. X olur 2. X-ə 2 yazanda y-ə də 3 düşəcək. 91-ci sualda həll etmiş olduq. Biraz səhv elədim burada. Gəlin o vuruklara ayırmanı burada mən sizə bir dəfə də izah edeyim. Baxın x, y çıx 3y kvadratdır. Deməli şagirdlər, üzrü sayın. Buradan mən 10x kvadrat üstə gəl 5xy yazıb. Çıx 6xy yazsaydım əgər. Baxın, burada birincidən 5x ortaq çıxardı, x üstə gəl 2y. İkincidən 3y ortaq çıxardı, x üstə gəl 2y. Deməli, x üstə gəl 2y hər ikisində ortaq çıxanda 5x çıx 3y bərabər olurdu. Buradan neçə? Burada bax görürsünüz yenə işarə səhv elədim mən. Çıx 5xy üstə gəl yazmalıyam ki, x çıx 2y burada üstə gəl xy. Ona görə bura x çıx 2y, bura 5x üstə gəl 3y 19 eləyəcək. Beləliklə, tənliklər sisteminin də sonuna çatdıq.